Dersler 24 May 2026 yıl tarixində keçirilən ikinci qrup buraxılış, blok daha doğrusu imtahanının suallarına gəlin baxaq. Təbii ki, riyaziyyat. Birinci sualdan başlayırıq. ABC üçbucağında A, B, BD-yə bərabərdir. Deməli, bu bərabər yanlı üçbucaqdır. AC, B, C-yə bərabərdir. Eyni şəkildə AC-nin uzunluğu, yəni bura x-dırsa, bu hissədə x-dir. A-dan D-yə kimi məsafə 3-dür. D-dan C-yə kimi məsafə 9-dur. Daha sonra deyir ki, ABC üçbucağının perimetrini tapın. Necə tapacağıq? Gəlin baxaq. Deməli, burada nə edəcək? Əvvəlcə gəlin rəngi dəyişək. Deyirik ki, əgər baxın, yaxınlaşdırsaq, bura alfadırsa, burada alfadır. Bir dəqiqə qələmi dəyişək. Bura alfadırsa, burada alfadır. Daha sonra devam edək. Sonra bura alfadırsa, bax, burada alfa olacaq. Niyə? Çünki AC BC-yə bərabərdir ona görə. Davam, indi oxşarlığı tətbiq eləsək. Əgər desəm ki, bura A-dırsa, burada A olacaq. Bura 3 idi, 3, 9, 12-dirsə, bu aşağıda 12-dir bütöv. Daha sonra indi deməli alfa, bura beta olur. Eyni şəkildə bu balaca da beta olur. O zaman deyirik ki, balaca üçbucağın alfası qabağındakı A-nın böyük üçbucağın alfası qabağındakı 12-yə nisbəti bərabərdir. Balaca üçbucağın betası qabağındakı 3-ün, bax bunun qabağında 3-ün, böyüyün betası qabağındakı A-ya nisbətinə. Çarpaz vuranda A kvadrat bərabərdir 36-ya, A da bərabərdir 6-ya. Deməli, bura 6 imiş. Bizdən ABC-nin perimetrini istəyir. Bu da eləcək 6 üstə gəl, 12 üstə gəlsin 12. Cavab eləcək 30 B variantı. İkinci sualda ABC üçbucağında yeni bir dənə ABC üçbucağı çəkirik. AB 5-dir deyir. B'dən C'yə kimi məsafə 12-dir. B bucağı isə 90-dır deyir. O zaman burada bura neçə olacaq? Təbii ki 13 olacaq. Mənə deyir ki, indi BA çıxılsın, BC-ni tap. Bunu yazmaq üçün nə edəcək? Əvvəlcə unutmuraq. Buranı belə düz bucaqlı üçbucaq kimi çəksək. Bura təpə bucağı B-dir, A-dır, C-dir. Bu üçbucaq nə formasında gəlir? Bu hissə belə, bu hissə belə, burada belə olacaq. Aha, indi yazırıq ki, modulda BA çıxılsın BC-yə. Bu vektorların çıxılmasıdır. Bu da bərabər olacaq nəyə? BC əksi olduğu üçün bura qabağa mənfi verib plüsə çevriləcək. Yəni BA üstə gəlsin BC olacaq. Bu da bərabərdir. O bərabər olacaq nəyə? Təbii ki, CA-ya, CA-nın uzunluğuna. CA indi, daha doğrusu CA-nın uzunluğuna yox. Gəlin belə yazaq. Tam başa düşəsiniz. Bir dəqiqə gözləyin. Buradan yazacağım. Aha. Yazacağım ki, deməli, nə tapmışdıq? BA üstə gəlsin, CB-yə bərabərdir. Buradan da BA üstə gəlsin CB-yə. CB-ni olduğu kimi saxlayaq. Yazaq ki, CB üstə gəlsin BA-nın da yerinə. AB, BA eyni şeydir əslində. Yəni AB ya da BA eyni şeydir. Burada biz sadəcə bu ikisinin cəmi elə biz üçüncü vektor verəcək. Çünki biri axı birin başlanğıcı digərinin sonu ilə. Bunun başlanğıcı digərinin sonuna gedirsə, bu vektorun uzunluğu elə üçüncüyə bərabər olacaq. Yəni bizdən istədiyi bu hissə əslində üçüncüdür. Üçüncünün də Pifaqor teoreminə görə neçə tapırıq? 5-dir, 12-dirsə 13-dür. Cavab olacaq avtomatik C variantı 13. Keçək 3 nömrəli suala. A parametrin hansı qiymətində tənnin köklər qarşılıqlı tərs ədədlərdir. Tərs ədədlərin hasili nəyə bərabər olur? 1-ə bərabər olur. Təbii ki, buna görə də nə edəcəyik? 3-ə üstə gəlsin 4 bərabərdir 1-ə. 3-ə bərabərdir mənfi 3-ə. A da bərabərdir mənfi 1-ə. Cavab B variantı. Amma biz burada bir şey unutduq. Burada A-ya bölmə var. Yəni yazacaq ki, 3-ə üstə gəlsin 4 bölünsün A bərabərdir 1-ə. Bu deyəcək 3-ə üstə gəlsin 4 bərabərdir A-ya. 2A bərabərdir mənfi 4-ə. A da bərabərdir mənfi 2-yə. Cavab mənfi 2 olacaq A variantı. Mütləq burada x-in kvadratın qabağında A-ya diqqət eləyək. Perimetri 24 olan düzgün altıbucağının daxilinə çəkilmiş. Deməli 6A bərabərdir 24-ə. A da bərabərdir 4-ə. Daxilinə çəkilmiş çevrənin radiusunu bizdən istəyir. Daxilinə çəkilmiş çevrənin radiusu da A kökdə 3 bölünsün 2-dir. Buradan da tapacağıq neçə? 4 kökdə 3 bölünsün 2, yəni 2 kökdə 3. D variantı. Keçirik növbəti 4-5-ci suala.
5-ci sualda deyir ki, K-nın hansı ən böyük tam qiymətində parabolun təpə nöqtəsi 4-cü rübdə yerləşir? 4-cü rüb haradır uşaqlar? 4-cü rüb buradır. Burada x-i müsbət olmalıdır, y-i mənfi, yəni x 0, y 0-dan söhbət gedir. Yəni n müsbət olacaq, n isə mənfi olacaq. Burada n müsbət, n-i mənfi götürəndə yazacağım mənfi b bölünsün 2a böyükdür 0-dan. Bir də 4ac minus b kvadratı bölünsün 4a kiçikdir 0-dan. Buradan gətirib yerinə qoysaq aldıqlarımızı. B-miz nədir bizim? 2k çıxılsın 5 bölünsün 2-yə nədir? Böyükdür 0-dan. Burada 2-lər gedir. K çıxılsın 5 böyükdür 0-dan. Təbii ki, mənfi qabaqda mənfi var. Burada da olacaq nə? K kiçikdir 5-dən. K-mız 5-dən kiçikdir. İndi n-ni tapsaq bunun. N də bərabərdir nəyə? 4ac çıxılsın b kvadratı bölünsün 4a. Bu nədir? Kiçikdir 0-dan. Burada 4-lər gedəcək. Bu kvadratı yüksəlib gedəcək. Geridə qalacaq k kvadrat çıxılsın k kvadratı üstə gəlsin. 10k çıxılsın 25. Kiçikdir 0-dan. Bu da elə k kvadratlar gedəndə 10k kiçikdir 25-dən. K da kiçikdir 2,5-dən. K-nı tapdıq. Həm 2,5-dən kiçikdir, həm də 5-dən kiçikdir. K-nın hansı ən böyük tam qiymətindədir? K-nın hansı ən böyük tam qiymətindədir? Həm 2,5-dən kiçik, həm 5-dən kiçik, ən böyük sadəcə 2 ola bilər. Cavab olacaq A variantı. 6-cı. Düz prizma oturacağının diaqonalı 12-16 olan rombdur. 12-16 olan rombdur. Prizmanın yan səthinin sahəsi 320 olarsa onun hündürlüyünü tapın. İndi düz prizma bu formada olacaq da təxminən belə deyək. Burada x-dir, bilməm nədir. Yan səthinin sahəsi 320-dir. Prizmanın yan səthi necə tapılacaq? Prizmanın yan səthi diaqonalları əgər 12-16-dırsa, rombdursa, biz bilirik ki, o zaman ya belə gedə bilərik. D1-in kvadratı üstə gəl D2-in kvadratı bərabərdir 4a kvadratına. Ya bu düsturla gedə bilərik. Və yaxud da bura 8 bölünür, burada 6 bölünürsə, bura 10 olacaq. Bura 10-dursa, s də bərabərdir nəyə? 4ah-a, yəni 40h, 40x bərabərdir 320-yə. Buradan h da bərabərdir 8-ə. Hündürlüyü tapdıq ki, 8-dir. Bizdən elə hündürlüyü istəyir, cavab B variantı. Bu törəməni tapanda yaza bilərik. Fx bərabərdir 2x üstə gəlsin 3 üstündə mənfi 5. Bu da törəmə necə tapılır? Öncə bu qabağa gəlir, olur mənfi 5. 2x üstə gəlsin 3 üstündə olacaq mənfi 6. Burada mənfi 1-i yerinə qoyunda mənfi 5 vurulsun, 2 vurulsun, mənfi 1 üstə gəlsin 3 üstü mənfi 6. Bu da eləyəcək mənfi 5 vurulsun. Bir də içinin özündən törəmə almalıyıq. 2x üstə gəlsin 3-ün də törəməsi 2 eləyir. Bu da bizə verəcək neçə? Mənfi 10. Deməli, olacaq mənfi 10. Mənfi 10 vurulsun, mənfi 2 üstə gəlsin 3 üstü mənfi 6. Bu da cavab eləyəcək mənfi 10Y variantı. Keçirik növbəti doğranı 5 kökdə 3-ü, oxkəsinin sayısı 25 olan konusun tam səthinin sayısı. Əvvəlcə şəklini çəksək, bu bizim konusumuzdur. Doğranı 5 kökdə 2-dir. Oxkəsinin sahəsi nə formasındadır? Üçbucaq formasındadır, deyil. Oxkəsinin sahəsi deyir 25-dir. S bərabərdir 25-ə. Oxkəsinin sahəsi necə tapılır? Təbii ki, aşağı oturacaq vurulsun hündürlüyü elə deyil. Aşağı radiusun neçə olduğunu bilmirəm. Amma yaza bilərəm ki, deməli, bura h-dır, bura 2r-dir. S bərabərdir 2RH bölünsün 2-yə. Bunlar gedir, qalır RH bərabərdir 25-ə. RH 25-dirsə, o zaman bura, məsəl üçün, deyək ki, biri digər, yəni 5 ilə 5 olsa uyğun gələr də, məsəl üçün 5, 5. Onda bura 5 kökdə 2 olacaq. Çünki o hansı düzbucaqlı üçbucaqda idi? Bərabər yanı düzbucaqlı üçbucaqda idi ki, katetlər bir-birinə bərabər olurdu. Hipotezon kökdə 2-yə vurulmuş halı olurdu. Hündürlüyümüzü 5 tapdıq, radiusu 5 tapdıq. Bizdən nə istəyir? Tam səthinin sahəsi. S tam nəyə bərabərdir? Pi r kvadratı
Üstəgəl pi r elə. Yəni pi r kvadratı 25 olur. Üstəgəlsin pi r l də 25 kökdə 2 pi olur. Buradan 25 pi'ni çıxardanda geridə qalır 1 üstəgəlsin kökdə 2. Cavab B variantı. Keçirik növbəti sualımıza. 9. Yarışda 150 oğlan və 50 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? 150 bütün iştirakçıların neçə faizini təşkil edir? Bunlar gedir, qalır 75. Növbəti mənə deyir ki, B bərabərsə B-ni ailə ifadə edin. Və bunu yazmaq üçün nə edərəm? Buranı kvadratı yüksəldərəm. Onda bu kvadrat içəri vurulacaq. Olacaq B üstündə 5'də 3 vur 2 bərabərdir A üstündə 4'də 1 vur 2. Bu da eləyəcək B üstündə 5'də 6 bərabərdir A üstündə. Bundan bu ixtisar gedir 2'də 1'ə. Cavab C variantı. Parametrin təmizlər sisteminin həlli 2 ilə -3 olar deyir. AB'nin qiymətini götürüb yerinə qoyuram. 2 vurulsun 2 çıxılsın 3 vurulsun -3 bərabərdir A'ya. 2'ni 2'ye vuranda 4 çıxılsın 9 üstəgəl 9 olur. Bu da eləyir 13. A 13'tür. Avtomatik olmayanlar çıxında cavab qalır A variantı. B'ni də tapmaq üçün yazsaq 3 vur 2 üstəgəlsin 4 vur -3 bərabərdir B'yə. O da eləyir 6 çıxılsın 12 bərabərdir B'yə. B bərabərdir -6'ya. Keçirik 12-ci. 100'ə bölünməsindən alınan qalığı bizdən istəyir. Əvvəlcə yazsaq, deməli, permütasiya ondan 3 nəyə bərabərdir? 10 faktor bölü 7 faktora. Bu da eləyir 19, 8, 7 faktor bölü 7 faktora. Bunlar gedir, qalır nə? 720. Sonra permütasiya 7'də 7'ni tapsaq, bəs o neçəni verir? 7'də 7 isə 7 faktor deməkdir. Amma gəlin belirləyək daha asan yol. Permütasiya 10'da 3 vur permütasiya 7'də 7 deyil. Yazam ki 10 faktor bölü 7 faktor vur 7 faktor. 7 faktorlar gedir, qalır 10 faktor. Deməli 10 faktor üstə gəlsin 225. Bunu 10'a bölünməsindən alınan qalığı istəyirsə bizdən 10'a bölünməsi zamanı bura tam bölünəcək. Çünki 10 faktorun açılışı 10 vur 9, 8, 7 belə zaten 10'a vurma var deyə bu gedəcək. Və 225'i 10'a böləndə qalacaq 22,5. Bizdən nə istəyir? Alınan qalığı tapın deyir. Yəni 225'i mən 100'ə bölərəmsə, ona yox 100'ə. 100'ə bölərəmsə, burada yerləşəcək 2 dəfə 200. Çıxanda da qalacaq 25. Deməli, qalığımız nədir? 25 D variantı. Keçirik növbəti suala. Nə deyir sualda? A, B, C və CD-yə konqruent bərabər tərəfi 3 bucaqlardır. Konqruent nə deməkdir? Onlar bir-birinə eynidir. O bir medianların kəsişmə nöqtəsidir. C nöqtəsi AY parçası üzərində B-dən O-ya kimi məsafə 4 kökdə 3'dür. Və bizə deyir ki, nəyi tap? A, O, Y, O1, Y trapesiyasının orta xəttini tapın. A, O, Y, D. Aha, bunu tapmaq üçün nə edəcəyik? Əvvəlcə. Baxın uşaqlar. Buradan bura kimi məsafə. Əgər 4 kökdə 3'dürsə, buradan bura kimi məsafə 2 kökdə 3 olacaq. Yəni bura 2 kökdə 3'dür. Daha sonra davam edəcək. Əgər bura bu bütöv neçə olur? 6 kökdə 3. Biz də bildik ki, A kökdə 3 bölünsün 2 bərabərdir. Nəyə? Median uzunluğuna. Bunlar gedir. A da bərabər 12'yə. Deməli, tərəf 12'dir. Bura 12'dir, bura 12'dir. Bütöv tərəfi tapdıq. Əgər tərəflər 12'dirsə, burada 4 kökdə 3'dür, burada 4 kökdə 3'dür. O zaman bu hissəni tapsaq kifayətdir bizə. Bəs oranı necə tapasıyıq? Bu hissədə, baxın uşaqlar, tapmaq üçün qıraqda çəksək. Bura deməli 4 kökdə 3. Bura 24, burada 4 kökdə 3'dür. Və bunun uzunluğu 2 kökdə 3'dür. O hansı növdə idi? Bərabər yanlıda da elə deyil, bərabər yanlı trapesiyada. 4 kökdə 3 onun yarısıdırsa, bu da 10 kökdə 3'e vurulmuş halı olacaq. Yəni 2 kökdə 3, 6 düşür axı bura, 6. 6 bura düşəcək, 6 da bura düşəcək. 6'dan çıxanda burada 12 olacaq. Orta xəttin uzunluğunu tapmaq üçün 24 üstəgəl 12 bölünsün 2. Bu da eləcək 18'ye variantı. Keçirik növbəti 14-cü suala. Deyir ki, funksiyanın qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu Y-ın aldıqlardır. Bu nədir? Üstü funksiyadır. Ümumiyyətlə, üstü funksiya
ən aşağı nə ala bilər? Ən aşağı üstü funksiyanın üstü 0 olarsa 1-dən başlayar. Yəni cavab olacaq 0-dan gedəcək. Bəs ən yuxarı nə ala bilər? Ən aşağıda bu modul nə ola bilər? 0. Yəni 3 üstündə 2, yəni 9 ola bilər. Deməli bu ifadə hardan hara kimi gələ bilər? Bu ifadə gələ bilər ən aşağı 0, 9 arası. Yəni çünki 3 üstündə 0, 0-a bərabərdir. 0-dan balaca ala bilərmi? Yəni 1 niyə deyəsiz, mən 1 niyə götürmürük? Çünki 3 üstündə məsələn kəsir olsa 2-də 1. Yəni bu kəsir olanda nə olur? Məsələn kök altında neçəsə 3-cü dərəcə, 4-cü dərəcədən 3 olur. Bu da yəni 1-dən balaca ədəd ola bilir. Ona görə də 0-dan 9 arasında olacaq cavab A variantı. Keçirik funksiya, ibtidai funksiyasını tapın. İbtidai funksiyanı tapanda nə edirik? Üstünə 1 gəlib həmən ədədə bölürdük. 12x üstündə 6 bölü 6 üstəgənsin C. Deyəcək 2x üstə 6 üstəgənsin C, C variantı. Növbəti sualda, belə baxıram ki, suallar asan düşüb uşaqlar. Yəni, əvvəlki illərə baxanda rahat suallardır. Çox da vaxt itirməli suallar yoxdur. Sadəcə bildiyin yaz belə suallardır. Ümumi həddi olan ardıcılın 9-cu həddini hesablayın deyir. 9-cu həddini hesablamaq üçün nə edəcəyik? 9-u tapmalıyıq. Yəni 5 vur 9 üstəgəl 3, 3 çıxılsın 2 vur 9. Bu da eləyəcək 45 üstəgəl 3, 48 bölünsün. Bu da 18-dir, 15. Mənfi 15. Təbii ki, bunu da 3-ə böləndə yuxarıda qalacaq 16, aşağıda qalacaq 5 variantı. Uyğun tərəflər paralel olan bucaqdan biri digərindən 42% kiçik. Ümumiyyətlə, uyğun tərəflər paralel və ya perpendikulyar bucaqlar varsa, onlar ya bir-birinə bərabər olur, ya da cəmləri 180 olmalıdır. Biri digərindən indi 42 dərəcə kiçikdirsə, deyəcəksiniz biri x-dir, biri də x minus 42-dir. Bunların da cəmi 180-dir. 2x minus 42 bərabərdir 180-ə. 2x bərabərdir 222-yə, x də bərabərdir 111-ə. Biri 111-dir, biri də 69-dur. Bizdən böyük bucağı istəyir, cavab 111 olacaq. Keçirik növbəti. Hasilinin sonuncu rəqəmi 1 olarsa deyir, n plus n cəminin ən kiçik qiymətini tapmaq üçün əvvəlcə unutmayın ki, bunların üstü eyni ədədlər olmalıdır. Yəni 3 üstündə 1-dirsə, 7 üstündə 1. Fərq yoxdur, 1, 2, nə olur olsun eyni. Çünki 3-ü 7-yə vuranda cavab 1 olmalıdır. İndi bir şey var. 3 üstündə 1, 3-dür. 7 üstündə 1, 7-dir. Və 3-ü də 7-yə vuranda 21 edir. 3 üstündə 2, 9-dur. 7 üstündə 2 də sonu 49-dur. Yəni 9, 9, 9-a vuranda 1 eləyir. 3 üstü 3, 27-dir. 7 üstü 3, 343-dür. Bu da sonu 3, 7-nin 3-ə vuranda 21 eləyir. 3 üstündə 4, sonu 1-dir. 7 üstündə 4 də sonu 1-lə qutarır. Və beləcə görürük ki, eyni olarsa üstləri, bunlar bərabər olacaq. O zaman, məsələn, m-ə bir dənə 1 versəm, 16 üstəgənsin 5m bərabərdir 1-ə, daha doğrusu 1, 21. Yəni, 21 olması üçün nə olmalıdır? Sonu 4 uyğun gələr. Məsələn, 4 üstəgənsin 3-in, burada indi 1 verib yoxlamaq lazımdır. Məsələn, 1 verəndə n-in yerinə eləyir 7. 2 verəndə 4 üstəgəl 3 vur 2. 3, 2, 6, 4 digəndə 10 olmur bu da. Amma 3 versək, 4 üstəgəl 3 vur 3. 3, 3'ə 9, 9-un üstünə 4 gələndə 13. Və son nədir artıq? Sonu 13-ü 4-ə böləndə qalıq 1 qalır. Yəni bu sonu 1 ilə qutaracaq. Bunu da sonu 1 ilə qutarmış olacaq o zaman. Və salam, deməli n-imiz 3 olarsa, m-imiz də 1 olarsa, cəmi 4 olacaq ən kiçik qiymətində. Belə ödənilmiş olacaq. Keçirik növbəti 19-cu suala. Deyir ki, loqaritma ifadəni tap. T ilə əvəz eləsək, t kvadrat üstəgəl t çıxılsın 2-yə böyükdür 0-dan. Bu da nədir? Mənfi 1, mənfi 2 ilə 1-dir də. Cəmi mənfi 1, hasili mənfi 2 eləyər. Yəni, t üstəgəl 2, t çıx 1, böyükdür 0-dan. Burada da davam eləsək, aralıq çəkirik. Olur mənfi 2 ilə 1-ə. İnterval quranda müsbət, mənfi, müsbət. Bizə müsbət olan aralıqlar lazımdır. Bu eləyir 1 ilə mənfi 2 tərəf. Yəni, EG, x böyük olmalıdır. EG mənfi 2-dən. Bu da eləyəcək x böyükdür 0-dan %1-dən.
Bir də EG2 böyükdür EG1-dən, daha doğrusu EG 10-dan, yəni x böyükdür 10-dan olacaq. Çünki 1 EG 10 deməkdir. Və salam, o zaman olacaq cavab. Bu hissə mənfi olduğu üçün bura işarə dəyişəcək. X 0-dan %1-ə kimi və ondan müsbət sonsuza kimi Y variantı. 20-ci sualda ifadəni sadələşdirin deyir. İfadəni sadələşdirmək üçün sürəti vurub açarıq. Eləyəcək 3 üstəgəlsin i çıxılsın 6i çıxılsın 2i kvadrat. Bölünsün 2 minus i'yə. Bu da bərabərdir. Bu mənfi 1 eləyir. Mənfi 1-i mənfi 2 vuranda 2 eləyir. 2-nin üstünə 3 gəndə 5 eləyir. 5 çıxılsın 5i. Buradan da məxrəci qoşmasına vurarıq. 2 plus i'yə. 2 plus i'yə. Bu da bizə verəcək məxrəc 4 çıxılsın 4 üstəgəlsin 1i. Çünki bura 4 çıxılsın i kvadratdır. Yuxarı isə bizə verəcək 10 çıxılsın üstəgəlsin 5i çıxılsın 10i çıxılsın 5i kvadratı. Bura eləyəcək mənfi 1. Mənfi 5-i vuranda müsbət 5. Üstünə gəndə 15 eləyəcək. 15 çıxılsın 5i. Hər tərəfi də 5-ə böləndə 3 çıxılsın i qalacaq. B variantı. Növbəti deyir, hansı kəsişən iki müstəvi arasında bucaq dərəcə ölçüsü ola bilməz? Təbii ki, hansı ola bilməz? 90-dan böyüklər. Bu da hansı variantda var? 1, 4, 5. 1, 4, 5 A variantı. 22-ci sualda isə bərabərsizlik həll eləyin deyir. Gəlin həll eləyək. Maraqlı biraz sualdır. Modul birincisi müsbət olar. Və 0 bunu 0-a çevirən kökü 2-dir. Demək, bura həmişə müsbətdir. Ədədin üstü nə olur olsun, bu da həmişə müsbətdir. Demək, buranı baxacaq və aşağıda həmişə müsbətdir. Yəni, x kvadrat çıxılsın, x üstəgəlsin 5 kiçik olmalıdır 0-dan kiçik bərabər. Bunun da kökləri hansılardır? Əvvəlcə baxsaq. Diskriminant bərabərdir. 1 çıxılsın 5. Bunun diskriminantı 0-dan kiçik demək, bu da həmişə müsbətdir. O zaman hamısı həmişə müsbət olduğu üçün geriyə nə qalır? Geriyə qalır ki, 0-a çevirən kökləri. Bunu 0-a çevirən kökü 2-dir, 1-dir, 1-i götürə bilmərik. 2-ni götürə bilərik və burada 0-a çevirən kök yoxdur. Cavab olacaq D variantı. Belə, yəni sual nə qədər böyük görünsə də eldə böyərlik yox imiş. Keçirik. ABC üçbucağında B iti bucaq təpəsindən BD medianı çəkilmişdir. Bura B olsun, A, C. BD medianı çəkilmişdir. Median qarşı tərəfi yarıya bölür. A'dan B'yə kimi məsafə 2-dir. B'dən C'yə kimi məsafə 2, kökdə 2-dir. C, B, D 30 dərəcədir. Daha sonra ABC üçbucağın dərəcə ölçüsünü tapın deyir. ABC üçbucağın dərəcə ölçüsünü tapın deyirsə, üçüncü tərəf verilibdir bizə elə deyil. Üçüncü tərəfi tapmaq üçün mediandan istifadə edərik. 2-də 1 kök altında 2 vur 2-nin kvadratı üstə 2 vurulsun kökdə 2-nin kvadratı çıxılsın üçüncü tərəfin kvadratı. Pardon, median uzunluğunu bilmirik amma. Gəlin əvvəlcə bura M deyək. Bir dəqiqə. Bura M deyək. Və bu M-i tapmaq üçün nə edəcəm? Buranı silirəm. M-i tapmaq üçün deyərəm ki, bura olsun alfa. Sahələr unutmayın bərabərdir. Yəni S1-in sahəsi necə tapılar? 2 vurulsun, M vurulsun, sinus alfa bölünsün 2 bərabərdir. Digərinki nədir bəs? 2 kökdə 2 vurulsun, M vurulsun 30, sinus 30 bölünsün 2. Bu ikilər gedir bir-birindən, ikilər gedir, m'lər gedir. Sinus alfa bərabər olur. Kökdə 2 vur sinus 30'a. Sinus 30'da nə alır? 2'də 1. Yəni kökdə 2 böl 2'yə. Yəni 45. Bura 45 imiş. Aha. Davam edəsə. İndi bizdən nə istəyir? ABC üçbucağının dərəcə ölçüsünü tapın. ABC-nin dərəcə ölçüsü olacaq 45 üstəgəl 30, yəni 75. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü və tənbələrin arasındakı bucaq 20-dir. Bu bucağın böyük iti bucağın dərəcə ölçüsünü tapın. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü və tənbələni.
Tənbilən bucağı yarıya bölür. Arasındakı bucaq deyir neçədir? 20-dir. Bura 20-dir. Biz də bilirik ki, tənbilən sözü varsa kənardakıların fərqinin yarısıdır. Deməli, alfa çıxılsın beta bərabərdir 20-yə. Alfa ilə də beta bərabərdir 40-a. 2 alfa bərabərdir 60-a. Alfa da bərabərdir 30-a. Alfa 30-sa beta da 60-dır. Böyük iti bucağı istəyirsə 60 deyəcək. Növbətinci, tənlik nə zaman 0 olar? Təbii ki, kosinus x 0 olarsa. Deməli, burada kosinus 0 olursa, bəs sinus normaldır. Sinus x 1 ola bilməz. Niyə? Çünki 1 olsa 0 olacaq. Deməli, x ola bilməz. Pi bölünsün 2 üstəgəlsin 2 pi k. Burada x olmalıdır. Pi bölü 2 üstəgəl pi n. Buradan nə edəcəyik? Təbii ki, hər ikisinin uyğun olan kökünü tapmalıyıq. Bunları bir-birindən uyğunlaşdıra bilərik. Yəni, yerinə rəqəmlər qoyub. Amma bir şey var. O da nədir? X çünkü bu ola bilməz dedikdə. Burada bir şey diqqət etməliyik. İkinci asanat yolu. Əgər kosinus 0'dırsa, sinus o zaman 1 olmamalıdır. Sinus 1 olmazsa nə ola bilər? Mənfi 1 ola bilər. Sinus 1 mənfi 1'i harda alır? Bunun üçün interval çəkirəm. Bax, bura olsun mənfi 2. Bu 1. Bu mənfi 2 pi'dir. Burada sonra 4 pi olacaq. 4 pi. Buradan bura kimin neçə dənə təpəsi var? 1 təpə, 2 təpə və bu belə gedir, pardon. 3 təpə. 3 dənə 50 var. İkincisi. Növbəti limitdir. Limiti hesablayın deyir. Bunu hesablayanda deməli nə yazacaq? Birincisi, kosinus kvadratı 4x bərabərdir. 1 çıxılsın sinus kvadratı 4x-a. Bunu gətirib yerinə qoyanda olacaq nə? 1 çıxılsın sinus kvadratı 4x böl 1 çıxılsın sinus 4x. Müxtəsər vurma düsturu kimi açanda 1 çıxılsın sinus 4x 1 üstə gəlsin sinus 4x bölünsün 1 çıx sinus 4x-a. Bunlar ixtisar gedir, qalır 1 üstə gəl sinus 4x. İndi pi böl 8'i yerinə qoyunda 1 üstə gəlsin sinus pi böl 8 vurulsun 4. Çünki 4x-dir. Bu da gedir, qalır 90. Yəni 1 üstə gəl 1, cavab eləyəcək 2. Uyğunluğu müəyyən edin deyir. 0 ilə 90 arasında olarsa. Deməli, uşaqlar, burada nəyə baxacaq? Sinus a üstə gəlsin 2. Ən aşağı 0'ı qoyanda olur nə? 2. Deməli, ən kiçik qiyməti 2 olacaq. Ən yuxarı 1'i qoyanda olur cavab 3. Deməli, burada ən kiçik qiyməti 2'dir. Cavab olur Y variantı. Ən böyük qiyməti 3'dür. Bu da B variantında var. İkincisi, kosinus alfa çıxılsın 1. 1 qoyanda cavab eləyir 0. Deməli, ən böyük qiyməti 0 olacaq. 0 qoyanda isə ən kiçik qiyməti mənfi 1'dir. Bu da hansı variantda var? Təbii ki, mənfi 1 olan variant C variantında var. Başqa ən böyük qiymətin 0 olduğu yoxdur. Üçüncüsü, sinus alfa üstə gəlsin kosinus alfaya baxırıq. Burada nə zaman eyni olar? Hər ikisini eyni ala bilməz üçün. Belə deyim də, ən böyük qiyməti 0 qoyanda 0, 1 olur. Burada ən böyük olması üçün 45 dərəcəni qoya bilərik. Yəni, ya da belli, hər tərəfi eyni şeyə bölürük. Sinusa ya da kosinusa ya da onların qabağında nə var? 1. Qayda deyir ki, kökətdə 1'in kvadratı üstə 1'in kvadratı hesablayacaqsın. Bu da eləyəcək kökətdə 2. Mənfi kökdə 2 ən kiçik qiymətidir. Müsbət kökdə 2 ən böyük qiymətdir. Burada cavab A variantı uyğundur. 1B-yə 2C 3A. Keçirik indi növbətinə və situasiyalara çatdıq. Yaşayış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tipik yük maşını ilə tikinti materialları gətirildi. A tipli maşının hər biri C tipli maşının birindən 2 T az, B tipli maşınsa D tipli maşından 3 ton az yük gətirdi. Həyətin müəyyən hissəsini rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 2-3 nisbətinə quraşdırılır. Həyətdə düzbucaqlı, üçbucaq formalı sahənin daxilində 2 təpəsi katetlər üzərində, digər 2 təpəsi epitonus üzərində 10 kvadrat formalı 10 meydancası quruldu və həmin qapalı sahənin güllər əkildi.
150 kiloqram qarışıq boya istifadə etdikdən sonra əlavə işlər görmək üçün daha 75 kiloqram yalnız ağ boyadan istifadə edildi. Rəngləmə ümumilikdə istifadə olunan boyaların neçə faizi göy boya təşkil etmişdir? İndi əvvəlcə nə qədər istifadə olunub? 150. Gəl baxaq. Deməli, neçə tip var? A, B, C, D, 4 tip var. Birincisi deyir nədir? 2 ton az. İkincisi 3 ton az yük getirir. Üçüncüsü dördüncüsündən nisbətdə. Və deyir boyalar nədir? 2-3 nisbətindədir. O zaman deyərəm ki 2K üstəgəli 3K bərabərdir 150-yə, K bərabərdir 30-a. K 30-dursa mənə deyir ki göy boyanı ümumiyə böl və 100-ünü tap. Yəni göy boya nə qədər olacaq o zaman? Göy nə qədərdir? 75 kiloqram yalnız ağ boyadır deyir. Göy. Göy boya 3K idi da 90. 90 bölünsün 150 vurulsun 100. Daha doğrusu 75 əlavə eləyiblərsə 225 vurulsun 100 bunu istəyir. Bu da bizə verəcək 40%. İkincisi. Burada nə tapmışdıq? A'ya yazmışdıq x minus 2. Deyir ki A tipli 3, B tipli 2 maşın bir dəfəyə birlikdə 21 ton gətirir. Yəni 3 vurulsun x minus 2 üstə gəlsin 2 vurulsun y minus 3 bərabərdir 21-ə. C və D isə deyir 32 ton gətirir. 2x üstə gəlsin 3y bərabərdir 32. Gəlin əvvəlcə yuxarını sadələşdirək. 3x çıx 6 üstə gəl 2y çıx 6 bərabərdir 21-ə. Bu da eləcək 3x üstə gəl 2y bərabərdir 30-ca. Aşağında 2x üstə gəl 3y bərabərdir 32-yə. Burada yuxarını 3 aşağını 2 aşağını 3'ə vursaq cavab alınacaq neçə? Baxaq. Alınacaq mənfi 6x üstə gəlsin 4y bərabərdir 66-ya. 6x üstə gəl 9y bərabərdir 96-ya. Burada tərəf-tərəfə çıxsaq, yuxarıya doğru qalacaq 5y bərabərdir 30-a. Y də bərabərdir 6-ya. Y 6-dırsa, x də bərabər olacaq 7-yə. Gətirib yerinə qoyanda özünüz qoyub yoxlayarsınız. Bizdən A-nı istəyir. A neydi? 2x minus 2. Yəni 5. Bunu yazanda hipotenuzu hər iki ucu eyni olan oyun meydançasının 8 məsafədə olan gül əkilmiş ümumi sahəni hesablayın deyir. Bura 8'dir. Unutmayın ki, bura kvadrat olduğu üçün nə olacaq? 90 olmazdı. Yəni burada 90'dır və bura 8 isə burada 8 olacaq. Burada 8, burada 8. Çünki eyni formatda düzəldilibdir bu. Eynidir çünki. Daha sonra nə görürük? Bizdən nə istəyir? Gül əkilmiş ümumi sahəni hesablayın deyir. Bunun üçün ümumi 8, 8, 8. Bura neçədir? 24'dür. Bunun sayısını tapanda 3 bucağın eləyəcəyinə A kvadratı bölü 2 çıxılsın. S kvadratın sayısı. A kvadrat bölü 2 eləyəcək 144 çıxacağım. Ondan nəyi? 4 bucaqlının sayısını, yəni 64'dür. Bu da bizə verəcək 80. Və salam uşaqlar, hər birinizə uğurlar, gələcək həyatda gözəl yerlərə çıxmanızı arzu edirəm. İnşallah ki, bu imtahanlarda arzu etdiyiniz balları toplayarsınız.